Kamran salam. Gördüm mənə müraciət etmisən, sual verirsən. Çox gözəl, çox yaxşı sualdır. Bəli, doğru deyirsən. Bizim heç kimin ailəsindən işimiz yoxdur. Tamamilə doğru, yaxşı bilirsən. Mən heç vaxt heç kimin nə ailəsinin arxasınca danışmışam, nə bir dənə insanın yoldaşını, ya kimisə söymüşəm, ya müzakirə etmişəm. Həyatı boyu ola bilməz. Sən onu qəşəng bilirsən, sən məni və mənim ailəmi yaxşı tanıyırsan, mən səni və sən ailəni yaxşı tanıyıram, gözəl uşaqlarım var, Riyana xanımı gözəl tanıyıram, bizim evdə uşaqlarımıza hətta ingilis dərsi deyirdi, sənin özün təzə bu işlərə başlayanda, tamadalığa zada başlayanda ilk biz sənə şans vermişik. Bəli, bizim toylarda iştirak etmisən. Çox sağ ol hər şeyə görə. Ancaq sualın vardısa, düşünürəm ki, ən yaxşı, ən gözəl, gəl bir efir eləyək, ya mənim kanalımda, ya sənin kanalında necə ürəyin istəyir və bütün səni nə maraqlandırırsa, mən cavab verərəm. Nəyə görə, nətər, necə. Sən bilmirsən ki, mən Akord şirkətinin sahibkarıyam. Mənim milyardlarımı İlham Əliyev və onun ətrafı Qod Nisanov, Əli Nağıyev, bir də Zakir Qaralov, İlqar Abbasov, fərqli adlarını gərək neçə saat çəkəsən. Fazil Məmmədov öldü, getdi, Əşrəf Kamilov. Bu adamlar, sən yaxşı elə bilirdin mənim malımı, mülkümü, çünki hər şeyi yaxşı qəşəng bilirdin. Mən niyə bu dəqiqə bəs mənim malım, mülküm Zakir Qaralovun əlindədir, İlham Əliyevin əlindədir, Qod Nisanovun əlindədir, Əli Nağıyevin əlindədir. Bir dənə mənə izah elə. İzah eləyə bilsən, mən sənin hər sözünə, hər sualına çox gözəl bir efir eləyək, cavab verim. İkinci də Rusiyadan tutmuş Salavyov, propagandist, Luriye, Astaşko, Azərbaycanda Mir Şahindir, Mir Fahişədir, nədir? Birbaşa çox gir o efirləri bax. Sonra bu, nə bilim, Siyavuş Novruzov parlamentdən, sonra fərqli qoduqlar, küçüklər, nə bilim, lotudan tutmuş, kimdən tutmuş, mənim üstümə, nə bilim, adamlar gətirirdilər, adamlar göndərdilər, məni bir gün də öldürtdürmək istəyirlər. Mən sadəcə demək istəyirəm ki, İlham Əliyev xəbəri yoxdursa, yəni bilsin, xəbəri olsun, bu cinayətkarları hamısını cəzalandırsın. Başqa bir şey bəhanədirsə, nəyə görə Kamran, mənim Akord bu qədər yaxşı, gözəl bilirsən, niyə mənə bir dənə dövlət cinayət işi açmayıb, dövlətdən mənimsəmə, nə. Ancaq mən açıq rəsmi birbaşa çıxış eləyəndə ki, Qod Nisanov mənim Rusiyada biznesimi reyd eləyib və birbaşa İlham Əliyevin və balaca Heydərin adından eləyib. Mənim əlimdə sənədlər var, sübutlar var, səs yazıları var. Yəni, bəlkə doğru deyirsə, bəlkə İlham Əliyevin xəbəri yoxdur bu işlərdən. Mənim heç kimin ailəsindən işim yoxdur. Ancaq sən gir, gör bu yaramazlar 2019-cu ildən mənim ailəmi də dəyibdilər. Mənim özümə, qohumlarıma, nəsilmə, əqrəbəmə, bütün Askarbleniyadan tutmuş ki, bunlar xristiyandır, arvadı ermənidir, özü ermənidir. Yəni, bunlar, hər şeyi biz bunları keçmişik, Kamran. Sən bunları yaxşı bilirsən. Ona görə istəmirsən ki, bu polemikasan mənə, mən sənə nəsə cavab verək. Pajalsta, nə vaxt ürəyin istəyir, pajalsta, sənin kanalında, mənim kanalımda, has kanalda ürəyin istəyir, efir eləyək və xalq açıq-aşkar bilsin ki, bu İlqar Hacıyev nəyə görə danışır, nəyə görə narazıdır, nə olubdur. Axı, mən dəfələrlə müraciət etmişəm İlham Əliyevə ki, Qod Nisanov, Zakir Qaralov, sənin adınla birbaşa deyirsən Alyona. Bu, Alyona birbaşa Heydərin arvadıdır. Axırıncı reydi birbaşa balaca Heydərin adınla mənim əlimdən alıblar, Vernatskay binanı. Yəni, bunlardan xəbərim yoxdursa, Kamran, başqa məsələdir. Ancaq xəbərim yoxdursa, xəbərim olsun,
və mən səni gözləyirəm. Nə vaxt ürəyin istəyir, mənim telefonumu da tapa bilərsən istəsən və yaxud da elə bu videonun altında geri nömrəni və yaxud da kontaktını saxlasan, biz birgə səndən efir eləyərik və bütün bu açıqlamaları edərik. Mehman nəyə görə eləyirsə, sənin xəbərin yoxdur ki, mehmanın otağına, yataq otağına kameralar qoyubdular, nə bilim, nəylər qoyubdular. Siz xalqın, insanların həyatı nədir bəyəm? Siz düşünürsünüz ki, sizin ailələriniz belə, nə bilim, sultan ailəsidir. Xalqın ailəsini dəymək də olar. Mən ad çəkmək istəmirəm. Cəmil Həsənli, nə bilim, başqa müxalifətçilərin evinə, nə bilim, Xəticə, çox adamlar, bəlkə sən bilirsən, bilmirsənsə, otaqlarına kamera qoyubdular, otaqlarını izləyibdilər və mənim də hər cür çalışıbdılar ki, qara yaxma yaxsınlar. İlqar narkomandır, İlqar nə bilim, oğrudur, İlqar obisidir. Ay oğraşlar, nəyə görə mən ancaq mənim üzərimə cinayət işi açılıb Azərbaycanda hansısa bir küçük Vladislav Yusupov, hansı ki heç Azərbaycanda mən onunla görüşməmişəm. Qod Nisanovun balaca bir tulası, xalası oğludur, nə zibildir, nə zəhərmardır. Yəni bu oğraşlar mənim 500 milyonluq Rusiyada malımı, mülkümü zəbt ediblər və bugün Azərbaycanda mənə cinayət işi açırlar və bugün Heydər Əliyevin, balaca Heydər Əliyevin adınla mənim biznesimi Moskvada aldılar. Mən necə yəni danışmayayım? Alyona da Heydərin arvadı deyil. Kimdir Alyona? Mənim özdə ikinci onun nəsə nə yaşayışından danışmışam, nə məsələsindən. Hələ özü bilər, kim istəsə boşanmış arvad alar, istəsə kim nə alarsa özü bilər. Ancaq xalqa məlumat düzgün olmalıdır. Yalandan soxmuşdular ortaya ki, Qod Nisanovun qızıdır. Ancaq sən özün qəşəng bilirsən ki, bu yalan məlumatdır. Mənə də çoxlu sayda blogerlər, insanlar müraciət etmişdi. Mən də Mehmanın araşdırmasında yardım etmişəm ki, xalqın gözü açılsın, bilsinlər nədən danışılır. Sənin xəbərin yoxdur ki, bugün hər gün məni prokurorluqla hədələyirlər, nə məhkəmə ilə hədələyirlər, cinayət işindən hədələyirlər. Gir ictimaiyə, gir Mirfahişiyə, gir Siyavuş Novruzova. Ondan sonra danış, sualın olsa mən cavab verərəm. Çünki bu cavabı da verirəm, çünki səni şəxsən yaxşı tanıyıram, ailəni yaxşı tanıyıram. Ona görə də sənə cavab verirəm. Yoxsa mən bu küçük-müçüklərə, propagandistlərə cavab vermirəm. Onlar, o mənim vaxtıma, mən onlara heç vaxt ayırmıram. Mənim buradan gələndə İlham Əliyev demir, siqnal verin mənə. Siqnal verirəm. Qod Nisanov mənim malımı, mülkümü axırıncı Rusiyada 500 milyonluq malımı balaca Heydərin adınla alıb. Və fakt bacalısıdır. Anarı göndər, köməkçilərini göndər. Mən səs verim. Səs yazısı olmasa, deyərsən ki, mən yalan danışıram. Fakt, özdə Elman Bayramovun telefonundan zəng eləyib mən Şvitsariyada olanda və konkret olanda mənə konkret mesaj göndərib ki, bax, bunu verirəm balaca Heydərə və oğlum Samuel'dir, bilmirəm, adı yadımdan çıxıb, nəsə yaramazlar. Sən bunları ver, mən sənə həm Sobyaninlə işlər alıb verəcəm, nə edəcəm? Şirkətlərimi, malımı, mülklərimi, hamısını media reydlə olub. Yəni, o boyda devlətin, Rusiyanın, Azərbaycanın propagandistləri çıxıb məni qara yaxma, başqa yaramazlar. Mənim Azərbaycanda bir dənə cinayət işim olmuyor. Ümumiyyətlə heç yerdə olmuyor. Ancaq bir dənə o Qod Nisanovun küçüyü Vladislav Yusupov, Ramil Yusubovla bir yerdə iş açıbdılar. Qod Nisanovla, Zakir Qaralovla. Ona görə Kamran, bu sənə mesaj, nə vaxt ürəyin istəyir, pajalsta, rahat danışaq və məsələni bağlayaq. Yoxsa başqa söhbətlər ola bilər. Boş-boş söhbətlər danışma. Özün kiminsə qucağında oturmuşsan. Mən kiminsə qucağında oturmamışam. Mən 15 yaşından halal öz pulumu qazanmışam. Azərbaycana mən pulla gəlmişəm. Mən Azərbaycandan pul aparmamışam. Ancaq Azərbaycanda mənim malımı, mülkümü, varımı, dövlətimi İlham Əliyev və onun ətrafı
hamısını 2010-cu ildən tutmuş bugünkü günəcən mənim malımı oğrayıbdılar və məni öldürmək istəyirlər, tutmaq istəyirlər. Ona görə gözləyirəm. Sağ ol. Azərbaycan xalqı da çox sağ olun. Həqiqəti də bilin və bizim çox araşdırmalarımız var. Hələ çox şeylər ortaya gələcək. Çünki artıq İlham Əliyev bu ətrafı sizin malınızı, mülkünüzü oğradıqlarını razı olmuşsunuz, artıq vecinizə deyil. Ən azından bilin ki, balaca Heydəri biz heç vaxt qoymayacaq ki, gəlib prezident olsun və Alyona kimi kimsə, mənim işim deyil, keçmiş həyəti, gəlib bizim xalqın başında bu Hürrəm, Sultan Süleyman'dı bu, yeni bir Hürrəmimiz yaranıb. Ona görə Kamran, ya jdu от тебя четкую связь обратную.